görürsünüz artık azalır. Ama bu her kaynadıkça biz bunun görürsünüz kefini var. Böyle yıkırıq. Böyle bu kazana. Onsuz da bu süzülecek. Görürsünüz ne kadar burada. Suyu, yağı, bu sütlü suyu çıktı. Bak bu da böyle olmalıdır ki bunu da bu yağı bura geçsin diye böyle kalın bu demirim kırılır. Dükkana gitmeye ihtiyarım yoktu ki gidin bir tane bundan alın. 20 artık şey almağa gitmeye benim ihtiyarım yoktu. Böyle köhnəni işlədirəm. Mesela bu da belə olmalıdır. Ki bu milyon rengi duru olsun. Bunu Beləliklə də necə demişlər, görürən işdən gülü gələr. Təbii ki bunu qadınların hüsrəsi çatıb axıra kimi etmir. Əksərində bunu mən təcrübədən keçirib görmüşəm. Amma təmkin, səbir, dözüm, gözəl şeydir insanda, imanın ən üstünüdür. Bax, görürsünüz, bu artıq hazırdır. Eləmi? Mən bunu soy yufuşu buzluğa koyacağım. Bu donandan sonra bunu kəsib, pingvinə qavlayıb, xaladenikin buzluğunda koyacağım. Ha vaxt süt pişirəndə bir dənə, iki dənə baxır qazanın həcminə atıb, artıq mənim sümük bilyonum hazırdır. Bu ikinci el qaynatdığım, görürsünüz bunu atırlar, mən atmadım. Görürsünüz, əməlli başlı bilyondur. Bu da üçüncü, görürsünüz, hələ də yağı çıxır, hələ də südlüdür. Mesela bundan sonra ben bu sümüğü atacağım. Sümükten değil itmesel de el çekti, sümüğü el çekmedi bak bu. Necə diyeyim, düzgün de çıkmasa ona benzer bir şey oldu. Ben bu sümükten sona kimi el çekmirəm. Eləcə də bu söhbətlərdən sona kimi el çəkəsi deyiləm. O gəlinlər var ki, evdə hanımlıq ideyasından hərəkət edir, gəldiyi evdə qaynananı saymır. Mən xanım kimi gözəl yaşamaq istəyirəm. O Tünzalə Paşayeva deyir ki, niyə bizim analarımız yaşadığı çətinlikləri biz yaşamalıyıq, deyir. Yeni dəb gətirmək nə lazım elə? Köhnə qaydaları verməsən yelə, hə? Kadın dediğinin səliqəsi, tərbiyəsi, həya bəndləri yerində olanda o qadının həmişə başı ucu olur, ad alır, süfrə salır. Nəsil onun başına and içir. Mən buna gəlin deyərəm. Ək ki, biçəsən deyirəm. Əkmədiyin yerdən sən hansı xanımlığı biçmədən tatmaq istəyirsən? Səni yaradana şükür. Vəssalam.